Sədaqətsizlik nədir? Məni sevirsə, niyə xəyanət etdi? Bəlkə də münasibətdə ən ağır suallardan biri budur. Çünki sədaqətsizlik təkcə münasibəti yox, insanın özünə olan inamını da sarsıdır. Məndə nə çatmırdı? Mənim əksik tərəfim nə idi? Mən bu qədərmi çirkinəm? Bu suallar günlərlə, aylarla xəyanətə uğrayan xanımların ağlından çıxmayan düşüncələrdir. İnsan niyə sədaqətsizlik edir? Əlbəttə ki, bu sualın tək bir cavabı yoxdur. Müəyyən insanlar üçün münasibətin ilk dövründəki həyəcan zamanla azalır. Onlar bunu sevginin bitməsi kimi qəbul edir və yeni həyəcan axtarışına çıxır. Halbuki unudulur ki, sağlam münasibətdə sevgi zamanla dəyişir, yox olmur. Emosional ehtiyacların qarşılanmaması. Bu zaman insan özünü eşidilməmiş, dəyərsiz və tənha hiss etdikdə onu anlayan başqa birinə yaxınlaşa bilər. Bu əslində xəyanətə bəraət qazandırmadır, amma səbəblərindən biri də ola bilər. Aşağı özünə dəyər hissi. Müəyyən insanlar başqalarından diqqət gördükcə özlərini daha dəyərli hiss edirlər. Onlar üçün yeni münasibət sevgidən çox özlərini təsdiqləmə vasitəsidir. Müəyyən insanlarda nəticələri düşünmədən ani hisslərlə hərəkət etmə olur. Emosiyalarına nəzarət etməkdə çətinlik çəkirlər və bu da riskli qərarlara səbəb ola bilir. Sədaqətsizlik həmişə sevginin bitməsidirmi? Bu sualın cavabı xeyirdir. Bu çox acı səslənsə də, bu insanlar partnyorunu sevdiyini desə də, yenə də sədaqətsizlik edə bilirlər. Çünki sevgi tək başına sağlam münasibət üçün kifayət etmir. Bura yetkinlik, məsuliyyət, dürüstlük, özünə nəzarət də lazımdır.